Bəzənsə hər hansı bir hərəkəti, fikri, davamlılığını təkrarlamaq istəyirəm, vurğulamaq istəyirəm təkrarlılığı ki, bu belə olub, xüsusi belə deyək, pis çıxsa da gözə soxmaq istəyirəm sanki. Məsələn, vurğulamaq istədiyim bir fikir, onlar bütün günü səni çağırıblar. Azərbaycan dilində görürsünüz, bütün günü sözün üstünə vurğu vurdum. Bax, onu ingilis dilində present perfect continuously ifadə etmək lazımdır. They've been calling you all day. Quruluşda gördüyünüz kimi have, has, plus been, plus were being formasında olacaq. Və ya nəyəsə işləmişiksə, hirsimizi, qəzəbimizi, qıcıqlandığımızı bildirmək üçün deyirik ki, o mənim telefonumu soruşmadan, icazə almadan istifadə eləyir də, dayanmadan da bunu eləyir. Və bunu xüsusi vurğulamaq istəyirəm. Onda deyəcəm ki, he has been using my phone without asking. Yəni dayanmadan bunu eləyir və bu hissəni mən vurğulamaq istəyirəm, nəzərə çarpdırmaq istəyirəm. İndi iki zaman arasında artıq fərqləri bildiksə, anladıqsa, gəlin onları bir-birlə qarşılaşdıraq. Nümunələr vasitəsilə qarşılaşdıraq və fərqi anlamağa çalışaq. Məsələn, gəlin bu iki cümləyə baxaq. I've read the book və I've been reading the book. Hansı fərqləri var cümlələrdə? Birinci cümlə I have read the book, yəni kitabı oxumuşam, bitirmişəm, qoymuşam qırağa. I've been reading the book isə mən bu kitabı müəyyən müddət əvvəl başlamışam oxumağa və hələ də davam edirəm, bəlkə də indicə bitirmişəm. Baxın, bu hissəsi də var, bu hissə ən çox çaşdırır uşaqları, tələbələri. Və ya ikinci bir cümlə. He has painted 5 rooms this week. Və ya he has been painting the same room all day. Birinci cümlədə o otağı, 5 dənə otağı, 5 otağı bu həftə rəngləyib, bitirib, qoyub kənara. Amma ikinci cümlədə isə bütün günü eyni otağı o rəngləyir. Vurğulamaq istəyirəm ki, yəni bu rəngləməyə davam edir eyni otağı. Çünki bəlkə də əsəbləşmişəm, bu məni qıcıqlandırıb ki, axı qurtarmalıydı. O artıq otağı bitirməli idi. Vurğulamaq istəyirəm, onu nəzərə çarpdırmaq istəyirəm.